İrəvanda Türkiyə bayrağının yandırılması ilə müşahidə olunan aksiya regionda növbəti gərginlik dalğasına səbəb olub. Hadisə Respublika meydanında ermənilərin soyqırım iddiaları ilə bağlı keçirilən yürüyüş zamanı baş verib. Aksiya çərçivəsində etirazçılar Türkiyənin bayrağını yandırıblar. Daha sonra iştirakçılar Respublika meydanından Tsetsernakapert memorial kompleksinə doğru ənənəvi məşəl yürüyüşünə başlayıblar. Hər il keçirilən bu yürüyüşün təşkilatçısı kimi Ermənistan İnqilabi Federasiyası Daşnak Sütyon çıxış edir. Tədbirdə müxtəlif siyasi qüvvələrin nümayəndələri, o cümlədən Ermənistan blokunun üzvləri də iştirak ediblər. Baş verən insident sosial şəbəkələrdə yayılan görüntülərdən sonra geniş rezonans doğurub və siyasi reaksiyalarla müşahidə olunub. Ermənistanın baş naziri Nikol Paşinyan hadisəni kəskin şəkildə pisləyərək belə addımların yol verilməz olduğunu bildirib. O vurğulayıb ki, bu cür təxribat xarakterli davranışlar regionda onsuz da həssas olan münasibətləri daha da gərginləşdirir. Müşahidəçilər qeyd edirlər ki, rəsmi Ermənistanın son dövrlərdə həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində verdiyi mesajlar fonunda belə hadisələrin baş verməsi ziddiyyətli mənzərə yaradır. Xüsusilə sülh müqaviləsi təşəbbüsləri və sərhədlərin açılması ilə bağlı çağırışlarla paralel olaraq baş verən bu cür aksiyalar İrəvanın daxili siyasi dinamikasında fərqli mövqelərin mövcudluğunu göstərir. Bu tip hadisələr regionda etimad mühitinə mənfi təsir göstərməklə yanaşı Türkiyə ilə Ermənistan arasında normallaşma prosesini də çətinləşdirə bilər. Bununla belə rəsmi İrəvanın hadisəni pisləməsi hökumət səviyyəsində bu cür addımlara dəstək verilmədiyini və əksinə onların qarşısının alınmasının vacib sayıldığını göstərir.